fikir versəz, məsələn, içki içən sərxoş birisi ilə ayıq birisi heç vaxt insanlar qatında bir deyil. Ən azından elə adları bir deyil. Məsələn, birinə deyirlər, filan kəs sərxoşdur, filan kəs məsələn, ayıq insandır, ağıllı insandır, hikmətli insandır. Məsələn, elə insan var ki, görürsən, elm adamıdır, alimdir. Təbii ki, onunla cahil, ağzına nə gəldik danışan, insanlar içərisində söyüş, insanlar içərisində pis şeylər danışandan bir ola bilməz. Onları fərqləndirən onların xilqəti deyil, yəni yaradılış forması deyil. Əksinə, Allah Teala ikisini də eyni yaradıb. Yəni iki göz, iki qulaq, bir qəlb, əl, ayaq və başqa üzvləri eyni olaraq onlara verib. Lakin onları ayırıb nə də? Onları ayırıb əmrə itaat edən və qadağalardan çəkinən. Yəni əgər əmrə itaat edib qadağadan çəkinibsə, Allah Teala onun şənini ucaldıb. Yox, əgər bu şeylərdən uzaq qaçıbsa, uzaq düşübsə, o zaman da Allah Teala onun zikrini, yəni saxlamayıb və insanlar qatında pis, yəni xatirə, pis söz kimi saxlayıb. Ona görə Allah Teala Qurani-Kərimdə Peyğəmbər sallallahu əleyhi və səlləm barədə buyurur ki: "Və rafa'na laka zikrak." Sənin zikrini uca tutduq, yəni adını uca saxladıq. Hər dəfə Peyğəmbər sallallahu əleyhi və səlləm adı çəkiləndə ona salavat deyilir. Nəinki ona hətta İbrahim əleyhissalam hansı ki biz onun zamanın idrak edə bilməmişik. Bilmirik tarixdə nə vaxt olub. Allahümme salli ala Muhammedin və ala Muhammed kəmə salleyt ala İbrahimə və ala ali İbrahim. İbrahimə və onun ailəsinə xeyir bərəkət verdiyin kimi Muhammedə və onun ailəsinə xeyir bərəkət ver. Yəni bunlar hamısı göstərir ki, Allahın əmrləri və qadağaları yalnız və yalnız insanın şənini, həmçinin cismini, həmçinin malını, həmçinin irzini qorumaq üçün gəlib. Və bunları tapdalamaq insanın özünə ziyan verməsindən başqa bir şey deyil.